O dövrdə aktyorlar belə yaxşı qazanıb ki, siz Vyacheslav Tixonova yeyib-içmək vermisiniz? Təbii ki, Hollywood aktyorları deyirik, amma Şot verə bilirdik. qonorarlar yaxşı idi. Sovet dövründə, belə deyək, məsələn, mən bir dəfə Özbək filminə çəkilirdim, amma Özbək filmi Yaltada çəkilirdi. Orada bir Azərbaycanlı rol vardı, onların senarisində. Polis haqqındaydı, mən də polkovnik oynayırdım. Orada çəkilişdən gəldim, bir dəfə gördüm ki, şeydir, yundum, paltarımı dəyişdim, gəldim restorana çörək yeməyə. Bir də gördüm ki, Vyacheslav Tixonov oradan keçdi. O da mən də bilirəm ki, Nəsimini Rusça o yazıb. İstədim ona öz belə təşəkkürümü bildirəm. O afisiyantı çağırdım ki, ora biraz içki yapar. Orada oturublar da iki qadın, iki kişi. Sonra meyvə vardı. Dedim ki, apar. Desələr, deməli, denən ki, bir tamaşaçı göndərib. O çox narahat oldu ki, kim, niyə belə? Axırda o afisiyantı dedi ki, yox, mən mütləq o adamı görməliyəm. Bu da gəldi, dedi ki, bu şeyləyir, biraz əziyyət çəkir. Hükümdür, nəsə mən yaxınlaşdım. Dedim ki, mən belə. Baxdı, dedi ki, sizi mən harada görməkəm? Dedim ki, heç harada. Mən, bəs siz kimsiniz deyirəm ki, mən sizin pərəstişkarınız. Yox, axı mən sizin gözlərinizi tanıyıram. Ola bilməz. Gördüm ki, əziyyət çəkir bu. Şey eləmədim. Dedim ki, Vyacheslav Nəmnəyeviç. Dedim ki, bəs bilirsiniz, mən bir film oynamışdım Nəsimi. Siz onu çox gözəl... Deyir, mən də deyir, hardan tanıyıram. Sonra yanındakılara mənə təqdim elədi ki, bu cavan oğlanın ilk işi olub, çox uğurlu işi. Mən vaxtım yox idi o vaxtı. Mənə xahiş elədilər ki, sən yazıcıram bunu. Mən də dedim, mənim vaxtım yoxdur. Ona görə mənim xətrimə onu gecə saat 8-dən 12-yə kimi mən gəlirdim, çəkilişdən gəlirdim, onu yazdım. Çox məmnuniyyətlə. Yəni, çox xoş sözlər dedi. Belə tanışdım.
Videomuzu beğendinizsə kanala abunə olmağı və videonu bəyənməyi unutmayın.